Esselamu Aleyküm değerli izləyicilərimiz. Balakən şəhərində Qazbilədə deyək. Qəşəng məktəbə, hər yerə yaxın, mağazinlərə yaxın. Qəşəng həyət evimiz var satışda. 7 sot həyət yanı torpaq sahəsi var. Mən bunu da qeyd eləmək istəyirəm ki, inşallah ev razılaşma olsa ev ödəməyə də veriləcək inşallah. Belə göstərim. Şəxsi tikilən evdir, yəni belə satılması üçün tikilməyib, yəni ailə özü üçün tikmişdi. Qəşəng sağlam tikilmiş evdir. Ev tam təmirlidir. Belə göstərim Allahın izni ilə. Baxın evin gözəlliyinə. Ev tam təmirlidir. Qiyməti desəm hamı bitər olacaq da. Yəni necə ola bilər ki bu qiymət ev var, amma bizdə ucuz evlər olur. Belə həyətini də göstərim inşallah buradan belə. Allahın iznindən. Qəşəng dağ mənzərəsi, qəşəng havası, qəşəng küləyi. Xahiş edirəm, heç kim soruşmasın, mərkəzdir, zat mərkəzə yaxın deyil. Yəni mərkəzdən harasa 10-15 dəqiqə məsafədə yerləşir. Arxa tərəfidir. Qəşəng dağları zadı görürsünüz inşallah. Baxın, qəşəng dağları. Plastikdir hər tərəfi də. Ev kombi sistemdir. Bir daha demək istəyirəm ki, Balakən şəhərinin Qazbilə kəndində belə qabaqdan da göstərim inşallah. Belə. Keçəcəm içəri, evdəki bütün əşyalar qalacaq. Qiyməti mən indidən deyirəm Allahın izni ilə. 45 minə təklif olunur. Yerdən 1, 2, 3, 4, 5 pilləkən yuxarıdadır. Baxın, qəşəng. 45 minə təklif olunur. Allahın izni ilə. Qəşəng girişdə belə bir seyf qapısı da var. Qəşəng dəmirdən belə göstərim. Qəşəng dekorasiyası var. Baxın. Əla. Girişdə belə bir otaqda salon kimi istifadə olunur. Görünən qəşəngdir. Bütün əşyalar evdə qalacaq. Baxın divardakı məsəl üçün bu işıqlara baxın, lampalara baxın. Qəşəng dizayn olunubdur. Başlayayım inşallah bu sol tərəfdə otaqdan. Buna girişdə bir dənə belə qəşəng otaq var. Belə göstərim. Hər otağın özünə məxsus yataq dəsti var. Bir dənə belə göstərirəm inşallah. Baxın. Qəşəng, qəşəng. 45 minə. Ödəmə ilə verilsə belə üstünə faiz gəlməyəcək. Çünki bizdə faizlə iş olmur. Öz qiymətini ödəməyə də veriləcək inşallah. Belə göstərim Allahın izni ilə. Nə az qiyməti 45 mindir. Reallıq olsa qiyməti endirim də olacaq. 7 sot torpaqla bir yerdə Qazbilədə, Qazbilə məktəbinin yaxınlığında. Dağ tərəfdə. Baxın belə, bura televizor üçün yerdir, qəşəng. Televizor qoymaq üçün yerdir. Belə göstərirəm inşallah. Sol tərəfdə hamam, sanuzel. Gördünüz. Belə göstərim. Burada da mətbəx mebelidir inşallah. Belə göstərim. Hər bir şey burada qalacaq Allahın izni ilə. Bura mətbəx mebelidir. Belə göstərim. Evdə ümumiyyətlə heç kim yaşamır. Ayda bir dəfə gəlirlər yığış üçün. Belə göstərdim maşallah. Bir daha qeyd eləmək istəyirəm ki, 45 minə təklif olunur. 45 minə reallıq olsa qiymətdə yaxşı endirim olacaq. Esselamu Aleyküm.